Bakıda dəhşət. Anasını öldürüb həyətdə bastırdı. Təfərrüat. Bakıda 2025-ci ildə itkin düşən 72 yaşlı qadının qətlə yetirildiyi məlum olub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin penitensiar xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 2025-ci ildə itkin düşmüş 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Venyaminovnanın qəsdən öldürülməsi müəyyən edilib. Hər üç qurumun mətbuat xidmətlərindən bildirilir ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla 32 yaşlı Məmmədov Elnur Həsənoğlunun 2025-ci ilin iyul ayında aralarında yaranmış mübahisə zəminində birgə yaşadıkları Xəzər rayonu Şüvələn qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Timofeyeva Lyudmila Venyaminovnanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurması, nəticədə ona sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi və həmin xəsarətlər nəticəsində sonuncunun ölməsi, daha sonra isə meyti yaşadıkları fərdi yaşayış evinin həyətində bastırması ilə bağlı əsaslı şübhələr müəyyən edilib. İş üzrə icra olunan prosesual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə Timofeyeva Lyudmila Venyaminovnanın yaşadığı ünvanda qazıntı işləri aparılıb və orada insan skeleti aşkar edilərək götürülüb. Qeyd olunan faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb və toplanmış ilkin sübutlar əsasında Elnur Məmmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona həmin maddə ilə ittiham elan edilib. Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.